Deməli, baxın, çoxlu üçləri var da və 9'larla bir yerdədir. Bu insanla, məsələn, tutaq ki, belə insanlar, tutaq ki, xanımdır da burada. Bu tez ailə qura bilməz, olmaz. Tez yəni neçə yaş Vahidmə? Məsələn, buradakı rəqəmlərə görə hələ ki, ən azından 25 yaşa qədər ancaq sənət, karyera, oxumaq, səyahətlər, nə bilim mən, təhsillə zadla məşğul olmalı. Niyə? 4 dənə 9 var, super yaddaşa sahibdir. Amma egosu çox yüksək, tabi ola bilmir bu insan. Bu insan tabi etdirir, tabi ola bilmir. Deməli, sənəti elə seçməlidir ki, onda getsin, tutaq ki, məsələn, dövlət işləri ilə məşğul olsun. Elə bir orqanda işləsin ki, o ancaq, məsəl üçün, qərarlar verir. Məsələn, amma digər bir sahədə 9'ları çoxdur deyənə, əla yaddaş var deyənə, onda çoxlu dil öyrənsin. Deməli, o sahədə çalışsın. Bildinizmi? Yəni, bunun üçün çıxış yolları var. 5 var, məntiqdir. Güclü məntiqə sahibdir. Yaddaş əladır. Beyin kompüter kimidir. 3'lər var, çoxlu 3'lər var. Çox dəqiqdir. Həddən çox dəqiqliyə malikdir. Çox xırda detalları belə araşdırmağı bacarır. Deməli, araşdırmaçı işləsin. Sənətini versin o istiqamətə. Ciddi araşdırmaçı ola bilər bu adamdan. Hətta, məsələn, tutaq ki, bu hüquq mühafizə orqanlarında çalışsa əgərsə, bütün maddələri əzbər biləcək. Heç nə ehtiyac yoxdur. Və əgərsə, indi 3'ləri çoxdur deyənə, riyazi tərəfləri gedmirlər. Gedə bilər, amma o sahədə çalışmaqları o qədər yəni, effekt vermir, məntiqə uyğun gəlmir. Amma tutaq ki, belə halda injineriya, məsəl üçün, texnologiya sahəsinə gedə bilər. Texnologiyada anlayışı var. Amma gedə bilməz. 9'lar deyir ki, mən idarə etməliyəm həm də. Yuxarıda durmalıyam. Mənasını daşıyır. Biz demirik ki, bu pis adamdır. Deyə bilmərik. Özü də, tutaq ki, birinci cərgə boş gəldisə, deməli, mütləq burada 7 rəqəmi olmalıdır. Səbirli olmağı öyrənməlidir bir. Hövsələli olmağı da, yəni səbirli olmağı öyrənməlidir. İnsanlarla rəftarında çox yumuşaq olmalıdır. Amma ola bilməz hələ cavandaq, ola bilməz. Bu təcrübə yığmalıdır. Deməli, elə bir kollektivlərdə olmalıdır ki, özündən böyük, yaşlı böyük, bir ailənin bir uşağı buna bənzər bir xarakteri sahibi idi. Atası dedi ki, mən ona necə rəftar edeyim? Deyirəm, bana söymürsən, döymürsən. Olur da bəzi adam deyir, qarğışsa etmə uşağını. Məsələn, gündə tənqid etmə. Onu bir dənə yerə işə düzəlt ki, ancaq böyük adamlar, yaşlı adamlar olsun. İnandırırsın sizi, deməli, düzəltmişsə elə bir yerə. Yaşlı kişilər, hamısı 45'dən yuxarı kişilər idi. Cavan oğlan onların içində işləyir. Bir ildən sonra bu uşağın psixologiyasında o qədər gözəl dəyişiklik oldu ki, o qədər rəftarında hətta istiqamətlənmə oldu ki, dedi ki, mən bilməzdim belə olsaydı. Əgərsə tutaq ki, öz yaşıdlarının arasında onu işə düzəlsəydi, bəlkə də indi zarafatla mı, yaxud da ki, ciddi, bəlkə də biraz tərbiyəsidir, biraz başqa olardı, bəlkə də biraz minus tərəfə yönələrdi. Yəni, biz onu demirik ki, cavanlar belə pisdir, çılğınlıqdan söhbət gedir. Amma burada deməli, bu insanla düz rəftar etmək lazımdır. İndi hələlik 25 yaşa qədər evlənmək olmaz buna. Amma biz burada nə 2 rəqəmini görürük, nə 8 rəqəmini görürük. Deməli, 28 yaşa qədər mütləq istiqamətlənmə vermək lazımdır buna. Bir də bədbinlikdə var axı. Hər şeydə qüsur axtarma, minus axtarır. Bacarığı var, amma özünə inanmır. Deməli, bunu haykü ilə edir. Deməli, günahı başqasında görür. Atada görə bilir, evdədirsə. Hətta biraz kollektivdədirsə, rəhbərliyində də görə bilər. Deyəcək, mənə şərait yaratmır. O mənə sərt rəftar edir. Hansı ki, özü hələ qəbul etmir. Bildinizmi? Yəni, o nöqtəyə nəzərdən deməli, hətta 8 rəqəmi yoxdur deyənə, deməli, 28 yaşa qədər evlənə bilməz. Ulaşına qarşı şiddət işlədər. 4 dənə 3 var. Zor tətbiq etməyə meyillidir. Bunlar ani momentlərdə fiziki qüvvə tətbiq edə bilirlər. Ani momentlərdə.
sonra peşman olur. Amma bu ani momentdə birinə Olur da. yumruq vurar məsələn Xəsarətdir də. deyəndə, xəsarət yetirər, o problemə düşər. Bəli, bəli. Həmən ani moment onuncu problem deməkdir. Deməli, ilk öncə səbirli olmalıdır. Səbrə gəlməlidir. Mütləq.